Buraxılış imtahanına 2 ay vaxt qaldı. Əvvəlki illərdə buraxılış imtahanına düşmüş bir sualın həllini sizə izah edəcəm. Diqqətli olaq, bu il yenə qarşınıza çıxa biləcək bir sualdır. Sualın həllinə baxaq. Bizə deyir ki, tangens alfa üstəgəl kotangens alfa 3 olarsa, verilən bu ifadənin qiymətini tapın. Biz burada əvvəlcə tangens kvadratı alfa üstəgəl kotangens kvadratı alfanı hesablayacağıq. Onu hesablamaq üçün verilən bu ifadəni kvadrata yüksəldək. Yəni tangens alfa üstəgəl kotangens alfanın kvadratı bərabərdir 3'ün kvadratına, yəni 9'a. Bu da bərabər olacaq tangens kvadratı alfa üstəgəl 2 tangens alfa kotangens alfa üstəgəl kotangens kvadratı alfa bərabərdir 9'a. Tangens alfa vurulsun kotangens alfa bilirik ki bizə 1 verir. Onda tangens kvadratı alfa üstəgəl kotangens kvadratı alfa bərabərdir 9'dan burada 2 qaldı. 9'dan 2 çıxsaq olacaq 7. Deməli bu kvadratlar cəmini tapdım. Qaldı bu ortadakı ifadəni hesablamaq. Ortadakı ifadəni hesablamaq üçün tangens alfa üstəgəl kotangens alfa bərabərdir 3. Bunu sinus alfa böl kosinus alfa yazıram. Bunu isə kosinus alfa böl sinus alfa yazıram. Bu da bərabərdir 3'ə. Bunu ortaq məxrəcə gətirsəm, ortaq məxrəc bunlar üçün kosinus alfa vurulsun sinus alfadır. Sürətdə olur sinus kvadratı alfa üstəgəl kosinus kvadratı alfa bərabərdir 3'ə. Təbii ki, sinus kvadratı alfa üstəgəl kosinus kvadratı alfa bizə 1 verir. Onda 1 bölünsün sinus alfa vurulsun kosinus alfa, bu da 3'ə bərabərdir. Yəni bu ortadakı ifadənin qiyməti də 3 oldu. Onda tangens kvadratı alfa plus kotangens kvadratı alfa 7 idi. 7 çıxılsın 3, bu da bərabər olacaq 4'ə. Verilən sualın cavabı 4'dür.